Azərqaz İstehsalat Birliyi vacib məlumat yayıb. Doğru xəbər Azərbaycan bildirir ki, məlumatda deyilir. Abşeron rayonu Məhəmmədi kəndində siyirtmənin quraşdırılması ilə əlaqədar aprelin 23 axşam saatlarından etibarən qaz təchizatı dayandırılıb. Bildirilib ki, ərazidə təmir quraşdırma işləri aparılır və Məhəmmədi kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Eləcə də Qaz İxrac İdarəsinə məxsus Qaradağ-Sumqayıt yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir bərpa işləri ilə əlaqədar aprelin 24-ü səhər saat 9-dan işlər başa çatana qədər Qobu, Müşfiqabad, Aşağı Güzdək, Pirəkəşkül və Ceyranbatan qapalı səhmdar cəmiyyətlərindən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərinin bir hissəsinin, Yoncalıq və Quşçuluq massivlərinin, İlham Cəfərov küçəsinin, 26-cı məhəllənin, Müşfiqabad, Pirəkəşkül, Ceyranbatan, Saray, Aşağı Güzdək, Hökməli qəsəbələrinin, Qobu qəsəbəsinin bir hissəsinin, Qobustan və Çaylı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə olacaq.